Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizə həqiqi ədədlərdən danışacağım. Mövzuya başlamazdan əvvəl dərslər barədə məlumat almaq istəyirsinizsə, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq dərsin izahına. Hər zamanki kimi dərsi müxtəlif başlıqlara ayırmışam. Hər bir başlıq haqqında ümumi məlumatları verəcəm. Birinci başlığımız həqiqi ədədlər. Həqiqi ədədlərə başlamamışdan qabaq biz əvvəlcə bilək ki, natural ədəd nədir? Natural ədədlər uşaqlar sayma zamanı, sayma nəticəsində alınan ədədlərə deyilir. Ən kiçik natural ədədimiz 1 idi, ən böyüyü isə sonsuzluqdadır. Və natural ədədlər N hərfi ilə işarə olunurdu. Əlifbanın böyük hərfi N ilə işarə olunur. Bu isə daxildir işarəsidir uşaqlar. Yəni natural ədədlər daxildir bu N hərfinə. Daha sonra ikinci ədəd kateqoriyamız olan tam ədədlərdir. Bu birinci idi, sonra tam ədədlər. Tam ədəd natural ədədlər, onların əksi və sıfırdan ibarət olan ədədlər topasına deyilir, ədədlər çoxluğuna deyilir. Baxın, deməli, natural ədəd məsələn 5. Onun əksi, yəni natural ədədlər, onların əksi və sıfırdan ibarət olan ədəd çoxluğuna biz deyirik tam ədədlər. O zaman belə göstərsək ki, tam ədədlər çoxluğu mənfi sonsuzluqdan, bu belə nöqtələr davam edir. Məsələn, -3, -2, -1, 0, sonra 1, 2, 3 və sonsuzluq, müsbət sonsuzluğa doğru bu belə davam edir. Bu da daxildir uşaqlar Z, yəni tam ədəd Z hərfi ilə işarə olunur, daxildir Z-ə. Daha sonra üçüncü ədəd çoxluğumuz rasional ədədlərdir. Rasional ədədlərə uşaqlar B-də A kəsri formasında və burada hökmən A da B-dən daxildir. Z olmalıdır, amma mütləq şəkildə B fərqlidir, 0 olmalıdır. Yəni Z tam ədədlərdir. Yəni kəsrin sürət və məxrəci tam ədədlə olmalıdır. Amma bir dənə məxrəc 0-ı ala bilməz, çünki 0-a bölmə yoxdur. Deməli, rasional ədədlər kəsr formasında göstərilən ədədlər də ola bilər. Eyni zamanda naturalı və tamı da özündə saxlayır. O zaman bunu mən bir çoxluq formasında göstərsəm, bu da sonsuzdur. Mənfi tərəfdən, məsələn, -4, -3/2, sonra olsun 0, 1, 1/2-də 1 qarışıq ədəd idi yadınızdadırsa və ya dövrü onluq kəsr ola bilər. Yəni, bura ancaq bu qrupa daxil olan ədədlər daxildir və deməli, rasional ədəd Q hərfi ilə işarə edilir. Ümumi olaraq rasional ədədlər nədir? Deməli, natural ədəd özündə cəmləyir, sonra tam ədədi və eyni zamanda B-də A kəsr formasında olan ədədləri də özündə saxlayır. Daha sonra isə dördüncü ədəd qrupuna isə irrasional ədədlər deyilir. İrrasional ədədlər uşaqlar dövrü olmayan sonsuz onluq kəsirlərə irrasional ədəd deyilir. Baxın, dövrü olana biz rasional deyirik. Bu dövrüdür də. 6 bu kəsirin dövrüdür. Amma dövrü olmayan sonsuz onluq kəsirlərə isə irrasional ədədlər deyilir. Məsələn, bu ədəd çoxluqlarına nələr daxildir? Tutalım kökdə 5, sonra kökdə 17. Yəni tam şəkildə kökdən çıxmayan ədədlər. Daha sonra bizim pi ədədimiz var. Pi ədədi hansı ki burada yazılışında göstərirəm, pi kimi oxunur və təqribən 3,14 ədədini alır. Daha sonra bizim Euler ədədimiz var. E hərfi ilə işarə edilir Euler ədədi. Bu da təqribən 2,7 deməli qiymətini alır. Bu təqribi qiymətidir. Yəni burada sonsuz sayda rəqəmlər iştirak edir. Bunlara uşaqlar biz deyirik irrasional ədədlər. Bilin ki, irrasional ədədlər B-də A kəsri kimi
Yəni burada A da B də biz demişdik axı daxildir Z və B fərqlidir 0. Bu formada göstərilə bilmir. Bu formada göstərilə bilmir. Yəni sürəti və məxrəci deməli Z-ə daxil olsun. B də fərqlidir 0 şəklində göstərilə bilmir irrasional ədədlər. Daha sonra 5-ci deməli ümumi qaydaya isə biz deyirik bu rasional ədədlərlə irrasional ədədlər birləşir, bizə həqiqi ədədləri verir. Nə deməkdir bu? Birinci buradan bir dənə belə dairə göstərin. Baxın, bu natural ədədlər çoxluğudur. Biraz dairə böyüyür, alınır biz üçün Z tam ədədlər çoxluğu. Dairə biraz da böyüyür, alınır biz üçün Q rasional ədədlər çoxluğu. Bu ümumi olaraq rasional ədədlərdir. İrrasional ədədlərin isə buna aidiyyatı yoxdur. Yəni o ayrıca bir çoxluqdur. Və buna da deyirik biz, deməli irrasional. Bu da J hərfi ilə işarə edilir. Və bunlar birləşən zaman uşaqlar birləşir, həqiqi ədədləri əmələ gətirir. Deməli, həqiqi ədədlər bunların hamısının birləşməsidir. Həqiqi ədədlər bunların hamısının birləşməsidir. Burada biraz irrasional ədədlərdən geniş danışmaq istəyirəm. Deməli, biz dedik ki, dəqiq kök çıxmayan ədədlər irrasionaldır. İrrasional ədədlərin uşaqları yadınızda saxlayın. Cəmi, fərqi, hasili və nisbəti həm rasional, həm də irrasional ədəd ola bilər. Sıfırdan fərqli rasional ədədlə, məsəl üçün sıfırdan fərqlidir də, məsələn 5 bir rasional ədəddir. İrrasional ədədin cəmi, fərqi, hasili və nisbəti irrasional ədəddir. Baxın, sıfırdan fərqli bir dənə 5 ədədi qoydum. Bir dənə də irrasional ədəd qoyuram. Məsələn, kökdə 7. Baxın, cəm, sonra fərqi, sonra hasili, sonra nisbəti. Hamısı irrasionaldır. İrrasionaldır. Amma rasional ədədlərin cəmi, fərqi, hasili, nisbəti isə rasionaldır. Sıfıra bölmə istisna. Yəni, rasional ədədlərdə biz sıfıra bölmə qəbul etmirik. Daha sonra X və Y bəzən alfa, beta kimi də görəcəksiniz test tapşırıqlarında. İrrasional ədədlər olduqda, elə alfa ilə beta ilə yazım, alfa və beta və X və Y də deyə bilərsiniz, nə istəsəz. Alfa və beta irrasional ədədlər olarsa, irrasional ədəd olarsa, alfa ilə betanın cəmi, əgər rasionaldırsa, fərqi mütləq irrasional olacaq. Əgər alfa ilə betanın fərqi rasionaldırsa, rasional, cəmi mütləq irrasional olacaq. Məsələn, nə deməkdir bu? Nümunə üzərində göstərirəm. Deyirəm ki, bura olsun nümunə. Deyirəm ki, X bərabərdir və ya alfa bərabərdir. Alfa ilə getmişik, alfa ilə davam edək. Alfa bərabərdir 2 minus kökdə 2. Bir dənə irrasional ədəd yazdım. Betaya da yazıram ki, beta bərabərdir 2 plus kökdə 2. Şərtdə nə vermişdik? Dedik ki, əgər bunların cəmi rasionaldırsa, ki yoxlamalıyıq. Alfa plus betaya baxaq. Alfanın yerinə nə qoyuram? 2 minus kökdə 2. Üstə gələk. 2 üzərinə gələm kökdə 2. Yəni bu alfanı göstərir, bu da betanı göstərir. Baxın, buradan kök 2-lər ixtisar gedir, yəni islah olunur və 2 üzərinə 2 də cavab edir 4. Baxın, cəmi rasionaldırsa, həmin ədədlərin fərqi hökmən irrasional olacaq. İndi yazaq, alfa minus beta bərabərdir. Yenə alfanın yerinə qoyuram 2 minus kökdə 2. Çıxaq, betanın da yerinə qoyuram 2 plus kökdə 2 bərabərdir. Buradan 2 çıxaq kökdə 2 olduğu kimi qalır. Mötərizənin içinə buradakı qarşısındakı işarə təsir edir. Olur çıxaq 2, çıxaq kökdə 2. İndi baxın, bu 2-lər islah gedir. Nə qalır? Mənfi kökdə 2, mənfi kökdə 2, o deyil, mənfi 2 kökdə 2. Buradan da dəqiq kök çıxmır deyə bizim bu ədədimiz nədir? İrrasional. Biz də qaydada nə demişdik? Dedik ki,
cəm rasional verirsə, fərq hökmən irrasional verəcək. Başqa bir nümunə üzərində davam edək. Məsələn, sual verəcək ki, deyər alfa və beta irrasionaldır və alfa ilə betanın fərqi sıfırdan fərqli, rasional ədəddir. Rasional. Bizə sual verir ki, məsəl üçün, A bəndinə olsun, alfa çıxılsın, beta üstə gəlinsin 1. Sonra mı olsun, başqa bir nümunə B variantı olsun, alfa üzərinə gəl beta, C variantı olsun, məsələn, alfanın kvadratı çıxılsın 2 alfa beta, üstə gəlinsin betanın kvadratı. Baxın, bizə deyir ki, alfa, yəni sonda bizdən soruşduğu odur ki, o aşağıdakılardan, yəni bu variantlardan hansı irrasional olar? İrrasional olar. Bizə deyir ki, bu fərq rasionaldır. Bu fərq rasionaldır. Məsələn, bir dənə ədəd düşünüm ki, çıxanda rasional olsun. Atıram, məsəl üçün, cavab eləyirəm 3. Yəni, alfa çıxaq beta üçün özümdən deyirəm ki, 3-dür. Rasionaldır da. Yəni, alfanın betanın nə olduğu mənə maraqlı deyil. Sadəcə mənə fərqinin rasional olması lazımdır. Mən də deyirəm, məsələn, 3. Gətirirəm, burada yerinə qoyuram. Baxın, alfa çıxılsın beta. Burada yerinə qoysam, alfa çıxılsın beta 3-dürsə, o zaman 3-ün üzərinə 1 gələm olur 4. Baxın, bu oldu rasional. Biz demişdik ki, fərq rasional olarsa, onda cəm irrasionaldır. Bəli, baxın, B variantı irrasionaldır. Bu isə C variantındakı müxtəsər vurma düsturlarındandır. Alfa çıxılsın beta mötərizənin kvadratıdır. Yəni, fərqin kvadratı düsturudur və fərq biz nə tapmışdıq? 3 demişdik ki, özümüzdən 3-dür, rasional ədəddir. Onun kvadratı da olacaq 9, yəni cavab yenə rasional. Bizim bu aşağıdakı verilən nümunələrdən bircə dənə uşaqlar B variantı irrasionaldır. Daha sonra uşaqlar, baxın biz nə dedik bayaq? Dedik ki, E-lər ədədi irrasionaldır, düzdür. Biz dedik ki, pi ədədi irrasionaldır. Pi ədədi də irrasionaldır. Bəzən sizə nümunələr verəcəklər. Baxın, əgər E-nin üzərində 0 olarsa, yadınızda saxlayın, istənilən ədədin 0-cı qüvvəti 1-ə bərabərdir. Deməli, E üstü 0, 1 edəcək. Sonra pi üstü 0, 1 edəcək. Belə. Bəzən də, yəni nümunə, bunlar hamısı rasionaldır. Baxın, E olsaydı irrasionaldır, pi də olsa irrasionaldır, amma üzərində 0 qüvvəti varsa, onda rasionaldır. Sonra nümunə belə verəcək. Pi çıxılsın 3,114. Uşaqlar düşünür ki, müəllimə, bunun da qiyməti 3,114-dür. Bundan bunu çıxsam, cavab verəcək 0 rasionaldır. Xeyr, uşaqlar, biz pi-yə təqribən 3,114 demişik. Bu, sonsuza doğru belə-belə davam edir. Və sonsuz olan bir ədəddən siz 3,114 çıxsaz, yenə onun cavabı sonsuzluqda bir yerdədir. Ona görə mütləq cavabı irrasionaldır. Eyni zamanda E-dən də 2,7 çıxsaz, cavab yenə irrasional ədəd olacaq. Həmçinin pi-ni 3,114-də bölsəz, yenə irrasionaldır. E-ni 3,114-də bölsəz, yenə irrasionaldır. Baxın, bunları diqqətlə yadınızda saxlayarsınız. Davam edək uşaqlar. Ədəd oxu. Nədir ədəd oxu? Bir xatırlayaq. Ədəd oxu üzərində başlanğıc nöqtə, istiqamət və bərabər bölgü vahidi olan düz xəttdir. Baxın, bir dənə belə düz xətt çəkirəm. İstiqamət o oxu bildirir. Başlanğıc nöqtə, baxın, bura 0-cı nöqtədə deyirlər, hesablama başlanğıcı da deyirlər, başlanğıc nöqtədə deyirlər. İstiqamətin qoyduq, başlanğıc nöqtəsini qoyduq. Bir də üzərində bərabər bölgülər var. Baxın, hər bölgü arasında məsafə bərabər olmalıdır. Əgər bu şərtlər ödənirsə, biz həmin düz xəttə deyirik ədəd oxu. Ədəd oxundan sağ tərəfdə natural ədədləri göstərəcəm. Baxın, bunlar natural ədədlərdir. Hər biri ardıcıl formada gedir və hər birinin arasında bir vahid fərq var. Biz də demişdik ki, natural ədədlərin əksi və 0 nəyə əmələ gətirirdi?
Z tam ədədləri. Baxın, burada artıq tam ədədlərin əmələ gəlməsidir. Yəni, tam ədədlər bunun hamısını özündə cəmləyir. Həm natural ədədləri, həm onların əksin, həm də sıfırı. Gəlirəm mənfi və müsbət ədədlərə. Mənfi və müsbət ədədlər deyən kimi uşaqlar ağlına gətirir ki, mənfi 5, mənfisi də, yəni işarəni qoyuram, onlar mənfi 5. Yəni, bu qədər kiçik bir anlayış deyil. Siz mənfi, müsbət ədədləri sadəcə tam ədədlərə aid etməyin. Niyə? Kəsirlər mənfi olmaz və kök altı ədədlər mənfi olmaz. Yəni, bütün həqiqi ədədlərin içərisində biz mənfi ədədləri axtara bilərik ki, yəni, tək bir dənə tam ədədlərə aid eləməyin. Qarşısında heç bir işarə olmayan və ya bəzən görə bilərsiniz nadirən toplama, yəni üstəgələ işarəsi olan, plus işarəsi olan ədədlərə biz deyirik müsbət ədədlər. Yəni müsbət ədədlər deyəndə təkcə natural ədədləri nəzərdə tutmayın uşaqlar. O qədər kiçik bir anlayış deyil o. 5, 6, nə bilim 0,9 kəsiri məsələn, daha sonra olsun 5,9'da 2 məsələn qarışıq ədədi olsun, nə bilim kökdə 7 olsun. Bunlar hamısı müsbət ədədlərdir. Qarşısında mənfi işarəsi olan ədədlərə isə biz deyirik mənfi ədədlər. Mənfi ədədlər, qarşısında mənfi işarəsi olan ədədlərə biz deyirik mənfi ədədlər. Uşaqlar, 0 neytral ədəddir. Nə müsbətdir? Baxın, 0 neytraldır. Neytral. Uşaqlar, nə deməli mənfi ədəddir, nə də müsbət ədəd. Onda belə bir aralıqla mən göstərə bilərəm ki, mənfi ədəd kiçik olur 0-dan. O da kiçikdir müsbət ədəddən. Deməli, aralıqla mənfi ədəd kiçikdir 0, o da kiçikdir müsbət ədəd. Belə, davam edirik. Mənfi və müsbət ədədlərdə tam ədədlər üzərində əməllər. Ədəd oxundan uşaqlar sağa getdikcə ədədlər böyüyür. Baxın, görürsünüz, sağa getdikcə ədədlər böyüyür. Sola getdikcə isə ədədlər kiçilir. Məsələn, bunun müqayisəsini göstərsəm sizə, mənfi 5 ilə mənfi 4'ü müqayisə eləsə, baxın, ədəd oxu üzərində mənfi 4 burada yerləşir, yəni 0'a yaxınlaşır. 5 isə ondan daha uzaqdadır. 0'dan yəni daha uzaqdadır. Və o zaman mənfi 5, uşaqlar, kiçik olur mənfi 4'dən. Yəni, müsbətə hansı yaxındırsa, böyük olan ədəd odur. Məsələn, belə bir şey göstərərəm. Mənfi 6,7'də 1. Buradan da yazaram ki, məsələn, mənfi 7,8'də 1. Uşaqlar, bunun 0'a yaxın olanı hansıdır? Tamı 0'a daha yaxın olan. Baxın, mənfi 6, mənfi 7'dən daha yaxındır, müsbətə daha yaxındır. Onda bu daha böyükdür. Belə. Bəs yaxşı. Bunlar üzərində əməllər necə olur? Mənfi ədədlərdə, yəni tam ədədlər üzərində əməllər. Uşaqlar, eyni işarəli ədədlər toplananda işarə olduğu kimi qalır. Eyni işarəli ədədlərdən söhbət gedir. Bax, 5, bir də 4. Eyni işarədə hər ikisi müsbət ədəddir. Bunlar toplansa, uşaqlar, topladım mı? Cavab elədi 9. İşarə dəyişmir. Cavab da müsbət 9 edir. Eyni dedik qayda nədir? Eyni işarəli ədədlər toplananda işarə olduğu kimi qalır. Ədədin modulu toplanır. İndi onu da burada göstərəm. Məsələn, mənfi 3, bu da mənfi 7. Baxın, eyni işarəlidir. Bu da mənfidir, bu da mənfidir. Toplananda dedik ki, ədədin modulu toplanır. Yəni 3 ilə 7 toplandı, 10 yazıldı mı? Bu ədədlərin işarəsi nədir? Mənfi, qarşısına mənfi qoyulur. Başqa bir nümunə göstərim. Məsələn, mənfi 25 üstə gəlsin mənfi 4. Necə eləyirik? Eyni işarədir, ikisi də mənfidir. Toplayıram 25 ilə 4 eləyir 29. Və qarşısına mənfi işarəsini qoyuram. Bu eyni işarəlilərdədir. Buradan başlıq qoyuram, eyni işarə. Bəs yaxşı, müxtəlif işarəli olanda nə olur? Müxtəlif işarəlilərdə isə toplananda modulu böyük olan ədəddən modulu kiçik olan ədəd çıxılır və modulu böyüyün işarəsi cavabda yazılır. Nə deməkdir bu? Məsələn, yazaram ki, müsbət 8
Bir dənə də yazaram -5. Bax, müxtəlif işarədir. Biri müsbətdir, biri mənfidir. Deyirəm, bunları toplamalıyıq. Qaydamız nədir? Modulu böyükdən modulu kiçik çıxılır. Hansı modulu böyükdür? Yəni 8 5-dən daha böyükdür da modulca ha. Modulca işarə baxımından demirəm. Modulca. Ümumiyyətcə 8 5-dən belə də böyükdür. 8-dən 5-in çıxırıq, cavab edir 3. Modulu böyük 8 olduğuna görə işarə olacaq, yəni müsbət. İndi mən bunu yazıram. Əslində misallarda siz artıq onu yazmayacaqsınız. Mən göstərmək üçün deyirəm. Və ya -9 üstə gəlinsin 4. Baxın, yenə müxtəlif işarələrdir. Biri -9-dur, biri müsbət 4-dür. Modulu böyükdən modul kiçik çıxılır. 9-dan 4-ü çıxıram. Cavab edir nə? 5, düzdür? Düzdür. Buranı siləm, yəni 5 qoydum. Və modulu böyük olan hansıdır? 9 daha böyükdür modulca. O zaman qarşısında mənfi işarəsi qoyulacaq. Bu toplamasına aiddir. İndi gəlirəm çıxma haqqında danışmağa. Çıxma. Bir ədəddən digərinə çıxmaq, uşaqlar, əslində ikinci ədədin əks işarəlisini toplamaq deməkdir. Nədir bu? Bax, A çıxaq B. Yəni bir ədəddən digərinə çıxmaq, əslində A, bu B-nin əks işarəsini qoyuram, yəni buradan. Yəni bax, belə. Əslində onları toplamaq deməkdir. Baxın, misal üzərində deyirəm. Deyirəm ki, 7 çıx 5. Deyirsiniz ki, müəllimə, cavab 2. Əslində bu nədir? 7 üstə gəlinsin -5. Bax, bayaq müxtəlif işarəli ədədlər deyirdimi? Toplanması. Bax, gətirdim çıxmağını ona. 7-dən modul böyükdən modul kiçik çıxırsan, cavab edir müsbət 2. Çünki 7-nin modulu daha böyükdür. Və ya başqa bir nümunə göstərirəm. Məsələn, -5 çıxaq -2. -5 çıxaq -2, uşaqlar, necə olacaq? -5-i yazıram. Biz nə dedik ki? Biz dedik ki, ikinci ədədin əks işarəlisi. İkinci ədəd nədir? -2. Onun əksi nədir? Müsbət 2. Və son toplama deməkdir. -5 ilə müsbət 2 cavab nə edəcək? -3. Modul böyükdən modul kiçik çıxdıq. Cavab etdi -3. Bir dənəsində məsələn yazıram. -15 çıxılsın, məsəl üçün -20. Yazdıq. -15 bunun əksi ilə toplamaq. Bəli, bunun əksi ilə topladıq. -15-in üstə 20 gələndə nə edir? Modul böyükdən modul kiçik çıxırsız edir 5. Qarşısında da əlbəttə ki, müsbət işarəsini mən yazıram, əslində yenə deyirəm, yazılmır. Yəni 20 modul daha böyükdür deyə onun işarəsini qoydum. Davam edirəm. Vurma ilə. Vurma əməli necə olacaq? Vurma. Uşaqlar, vurma əməli çox sadədir. Əgər işarələr eynidirsə, o zaman nəticə müsbət alınır. Nə deməkdir bu? Bax, müsbət 5-i vursam müsbət 4-ə, cavab eləcək müsbət 20. Bax, işarə eynidir, bu da müsbətdir, bu da müsbətdir. Hasil nə eləyir? 20. Və ya -7-ni vursam -4-ə. Uşaqlar, baxın, bu da mənfidir, bu da mənfidir. İşarələr eynidirsə, cavab müsbət edəcək. Müsbət 28. Əgər işarələr müxtəlifdirsə əgər işarələr, onda məsələn nümunə göstərim. -4 vurulsun müsbət 6. Baxın, müxtəlifdir. Biri mənfidir, biri müsbət. Cavab hər zaman mənfi edəcək. -4-dür. 4 6-ya vuran nə edir? 24. Yəni cavab -24. Başqa bir nümunə də göstərim. Məsəl üçün 9 vurulsun -3. 9-u -3-ə vuranda, baxın, biri müsbət ədəddir, biri mənfi ədəddir. 9-u 3-ə vuranda olur -27. Uşaqlar, əməl işarəsini qoyanda, yəni vurmağa qoydum, məsələn belə. O -3-ü hökmən mötərizədə yazmalısın. Yəni 2 dənə işarə yanaşı gələ bilməz. Məsələn, mən bunu belə yazsam, 9 vurulsun -3, bu yanlış yazılışdır. Yəni 2 dənə əməl işarəsi belə yanaşı yazıla bilməz. Hökmən biri mötərizədə göstərilməlidir. Bölmə. Bölmə eynən vurmanın qaydasına tabidir. Vurma necədirsə bölmə də elədir. Əgər eyni işarəlidirsə, məsələn, -15 bölünsün -3, cavab eləyəcək müsbət. Müsbət.
15 3'ə bölündə 5. Yəni bu da mənfidir, bu da mənfidir. Cavab eləyir müsbət. Və ya adi qaydada 20-ni bölərəm 4-ə, cavab yenə eləyəcəm müsbət. Yox, əgər işarələr fərqlidirsə, yəni biri müsbət, biri mənfidirsə, məsələn, -15 bölünsün 5. 15-i 5-ə böləndə -3 edəcək. Yəni işarələr fərqlidirsə, cavab mənfi olacaq. Və ya 35, müsbət 35 bölünsün -7, cavab edəcək -5. Belə, yəni bu da tam ədədlər üzərində əməlləri idi. Daha sonra ən vacib yerlərdən biri olan ədəd oxu üzərində məsafə gəlir. Ədəd oxu üzərində məsafə. Ədəd oxu üzərində məsafə. Nədir bu ədəd oxu üzərində məsafə? Ümumiyyətlə, məsafə ölçü bildirir və yalnız müsbət ədədlərlə işarə olunur, ifadə edilir, belə deyək. Məsafə D ilə işarə edilir. Ədəd oxunda A və B nöqtələr arasındakı məsafə uşaqlar D bərabərdir. Modulda B minus A kimi göstərilə bilər və ya A minus B də göstərilə bilər. Nəticə eyni olacaq. Yəni moduldan hər zaman müsbət çıxır. Məsəl üçün, sual verəcəksə, deyəcək ki, ədəd oxunda 13 və -4 ədədlər arasındakı məsafəni tap. Birinci mən o ədəd oxu üzərində sizə bir göstərim. Bura olsun 0 nöqtəsi. Bura olsun məsələn müsbət 13. Burada olsun -4. Uşaqlar, məsafə deyəndə sizdən baxın bunu soruşur. Bax bunu. Yəni 13 ilə -4 arasındakı məsafəni deyəcəksiniz müəllimə. D bərabərdir. Modulda 13 çıxılsın -4. Modulu bağlayıram. Sonra nə olacaq? 13 üstə gələk 4 olacaq. 13-ün də üstə 4 gələndə nə edir? 17. Deməli, -4 ilə 13 arasındakı məsafə 17-yə bərabərdir. Bu işarədə uşaqlar modulun işarəsidir. Birazdan daha geniş danışacağım moduldan. Davam edirəm. Burada deyəcək ki, sizə ədəd oxunda, bax belə deyəcək, ədəd oxunda A-dan B vahid məsafə. B vahid məsafədə yerləşən ədədlər. Yadınızda saxlayın. Ədəd oxunda A-dan B məsafədə həm sağda ədəd ola bilər, həm solda ədəd ola bilər. Bir dənə ədəd oxu çəkirəm. Olsun bura məsələn A nöqtəsi. A-dan B vahid məsafədə uşaqlar bir bu tərəfdə ədəd yerləşə bilər. Çünki konkret demirək sağda olsun, solda olsun. Bir də bu tərəfdə ədəd yerləşə bilər. Deməli, baxın, yəni buradan bura tutan A-dan B vahid məsafədə, bura B vahid məsafədə də onda sağ tərəfdə olanı toplayırsınız A plus B. Sol tərəfdə olanı isə A-dan B-ni çıxırsınız. Bax, düşəcək təxminən bura. Bu da düşəcək bura. Deməli, ədəd oxundan A-dan B vahid məsafədəki sağdakı ədəd olur A plus B, soldakı ədəd olur A minus B. Nümunə versək buna aid. Mən nümunəni birbaşa belə yazdım, göstərdim ki, vaxt çox getməsin. Deyir ki, 8-dən 4 vahid məsafədə yerləşən ədədləri tapın. Baxıram, ədəd oxumu çəkirəm. Bura 8-dir. Buradan 4 vahid məsafədə, yəni bir dəfə 4, bu tərəfə sağa tərəf, bir dəfə də sola tərəf olacaq. Onda sağdakı ədəd olacaq 8 üstə gələk 4, 12. Baxın, gəlib düşəcək tutan bu nöqtəyə. Həmin nöqtə olacaq 12 nöqtəsi. Soldakı isə dedik neyinirik? 8-dən 4-ü çıxırıq, olacaq 4. Deməli, 8-dən 4 vahid soldakı isə baxın bura düşəcək. Davam edirəm. Bu ədəd oxunda A-dan B vahid məsafədə yerləşən ədəd idi. İndi deyəcək ki, ədəd oxunda, bu səfər deyəcək, ədəd oxunda A ədədindən B vahiddən kiçik A-ya yaxın. Kiçik məsafədə yerləşən ədədlər necə tapılır? Yerləşən
ədədlər. İnşallah qaydanı tam şəkildə yazdım. Zaten bunların hamısı PDF-də var. Mən sizə görəsiz deyə belə əyani gözünüzdən də görəsiz ki, nə deməkdir bu? Yəni bu cümlələrin arasındakı ilə bunun arasında fərq nədir? Baxın, burada deyirdi ki, ədəd oxunda A-dan B vahid məsafədə. Yəni konkret bu nöqtə ilə bu nöqtəni nəzərdə tutmuşdu, düzdür? Amma burada isə deyir ki, ədəd oxunda A ədədindən B vahiddən kiçik məsafədə yerləşən ədədlər. Ədəd oxumu çəkirəm. Bura mənim olsun A nöqtə. Bura olsun B vahid məsafə. Burada olsun B vahid məsafə. Bunun plusu gəlib bura düşür A plus B. Minusu da gəlib bura düşür A minus B. Düzdür? Mənə demir axı həmin ədədləri tap. Deyir ki, onlardan kiçik. Onlardan kiçik ədədlər nədir? Yəni A minus B-dən kiçik ədədlər düşür bax bura. A plus B-dən kiçik ədədlər də düşür bax bura. Yəni söhbət bu aralıqdan gedir. A minus B aralığı ilə A plus B aralığından gedir uşaqlar. Və həmin aralıqlardakı, baxın, bu açıq mötərizəni niyə qoymuşam? Çünki buradakı olan ədədləri almayacaq. Onun arasındakı ədədləri alacaq. Bir dənə buna aid nümunə yazım. Deməli, nümunədə bizə deyir ki, 5 ədədindən 13 vahiddən kiçik məsafədə yerləşən tam ədədləri tapın. Ədəd oxumu çəkirəm. 5 ədədimi də qeyd edirəm. 13 vahiddən kiçik. Deməli, bir dəfə plus 13 qoyacam. Gəlib düşəcək hara uşaqlar? Təxminən bura, 18 nöqtəsinə. Bir dəfə də 5-dən 13 çıxacam. Deməli, 5-dən 13 çıxanda da mənfi 8. O da gəlib düşəcək bura. Yəni, bir dəfə 5-dən 13 topladım. Sağdakı ədədi tapdım. Bir dəfə də 5-dən 13'ü çıxdım. Soldakı ədədi tapdım. Mənə nə deyir? Deyir ki, yerləşən, yəni 5 ədədindən 13 vahiddən kiçik məsafədə yerləşən. Yəni hansı aralıqdır? Mənfi 8 ilə 18 aralığı. Aşağılar, burada mənfi 8 də almır, 18-i də almır. Onun arasındakı ədədlər. Burada nələr daxildir? Mənfi 7, mənfi 6, mənfi 5, belə davam edir 0-dan ta nöqtə 17-yə qədər. Baxın, mənfi 7, 17. Hamısını alır. Amma mənfi 8, 18-i almır. Bu belə. Bir də sizə deyəcək ki, bir qaydada da sizə deyəcək ki, ədəd oxunda, yeni yazıram, ədəd oxunda A ədədindən B vahiddən A ədədindən B vahiddən böyük və ya uzaq məsafədə yerləşən ədədlərin tapılması. Yerləşən ədəd tapılması ədədlərin tapılması. Uşaqlar, baxın, bu qayda ilə birinci onun arasında fərqə baxın. Bayaqki qaydada nə dedim? Ədəd oxunda A ədədindən B vahiddən kiçik. Burada isə nə deyirəm? B vahiddən böyük. Yenə ədəd oxumu çəkirəm. Yenə A nöqtəmi qoyuram. Yenə B vahid məsafə buradırsa, bu birisi B vahid məsafədə buradır. Yəni 2 dənə ədədim var. Bura olsun A minus B, burada olsun A plus B. Uşaqlar, bizə deyir ki, bu məsafədən böyük. Böyük deyirsə neyinirəm? Yəni çöl tərəfdəkilər bizə lazımdır da. Aralıq lazım deyil. Onda olur nə? Mənfi sonsuzluqdan A minus B-yə. Təbii ki, A minus B-ni yenə almır. Birləşəcək. A plus B-dən müsbət sonsuzluğa. Buna aid bir dənə nümunə göstərib. Nümunədə deyir, 6 ədədindən 10 vahiddən böyük məsafədə yerləşən ədədləri tapaq. Yenə də oxumu çəkirəm. 6-nı qoyuram buradan. 10 vahiddən böyük məsafədə bir dənə sağa 10 vahid gəlirəm. 6 ilə 10 toplayıram, düşür bura. Olur 16. Bir dəfə də 6-dan 10 çıxıram, olur mənfi 4. Mənə deyir ki, bu məsafədə yerləşən, amma böyük olsun. Böyük olursa dedik neyinirik? Çölə baxırıq. Olur mənfi sonsuzluq, mənfi 4, birləşmə 16, müsbət sonsuzluq aralığı. Deməli, biz götürürük. Davam edək uşaqlar. Nə ilə davam edirik? Verilmiş aralıqda və ya parçadakı tam ədədlərin sayı və cəmi.
verilmiş. Kırmızıya keçirdi. Aralıqda veya parçada da verilə bilər. Parçada tam ədədlərin sayı və cəmi. Nə deməkdir bu? Birinci. Ola bilər ki, aralığı sənə belə versin. AB. Deyir ki, bu aralıqdakı, yəni intervalındakı tam ədədlərin sayını necə tapaq tam ədədlərin sayı? Uşaqlar, bu mötərizə o deməkdir ki, nə A ədədini alır, nə B ədədini alır. Yəni, B-dən A-nı çıxacaqsınız. Aydın məsələdir ki, işarəsindən birlikdə. Heç birisini almadığına görə cavabdan bir də 1 çıxacaqsınız. Olacaq, burada 2 dənə çıxma yanaşı gəldi. B plus A çıxaq 1. Misal üzərində desəm. Məsələn, -4 ilə müsbət 7 arasında və ya intervalında neçə tam ədəd var? Deyəsən müəllimə 7-dən çıxacam 4-ü, yəni -4-ü, cavabdan bir dənə də çıxacam 1-i. Bu cür mötərizə, açıq mötərizə varsa, olacaq 7-dən 4-ü çıxanda olacaq 11, 11-dən də 1 çıxanda edir 10. Həqiqətən -4 ilə 7 arasında 10 dənə tam ədəd var. Bir dənəsini mən sizə göstərirəm ki, lap dəqiq əmin olasınız. Baxın. Hamısını işarələsəm. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Gördünüz mü? Digərlərini də artıq özünüz taparsınız. Daha sonra davam edirəm. Bunu sizə uşaqlar interval kimi də göstərə bilər. Mən onu da göstərəm. Interval nə idi? Aralıq kimi də göstərə bilər. Bax, -4 məsəl üçün bir x olsun. Bu da daxil kiçikdir 7. Baxın, yəni burada da deyə bilər ki, neçə tam ədəd var. Eynən bu qaydaya tabidir. Yəni eyni cür həll olunacaq. İkincisi parça formasında verə bilər. Baxın, yəni qapalı mötərizə ilə. A, B, burada da belə. Hər iki tərəfdən. Bu işarə, bu mötərizə o deməkdir ki, yəni həm A-nı alır, həm B-ni alır. Və onu desə ki, bu aralıqda neçə tam ədəd var? Yenə B-dən çıxacaqsınız A-nı, bu səfər üzərinə 1 gələcəksiniz. Yəni B plus A üstə gələ 1. Misal üzərində desəm, yenə eyni misal desəm, -4 ilə 7 aralığında deyəcək neçə dənə tam ədəd var. Deyəsən mənimə 7-dən çıxacam -4-ü, üzərinə də gələcəm 1, 7-nin üstünə 4, 11, üstünə də 1 gələndə 12 dənə ədəd var. Yəni saysaz özünüz buradakı kimi görəcəksiniz. Burada -4-ü və -7-ni də saymalısınız. Sonra davam edirəm. Üçüncü iki formada göstərilə bilər. Birincisi qapalı mötərizə -A, B və ya birinci açıq mötərizə olar, sonraki qapalı. Yəni iki formada göstərilə bilər. Hər ikisinin tabi olduğu qayda eynidir. B minus A və salam. Nə 1 çıxacaq, nə üzərinə 1 gələcək. Bu formada da qalacaq. Məsəl üçün, -4 ilə 7 arasında deyəcək neçə dənə ədəd var. Eləcə 7-dən çıxacaqsınız -4, eləcə 11. Və ya belə göstərim ki, -4 ilə yenə deyəcək 7 arasında neçə ədəd var. Yenə 7-dən çıxacaqsınız -4, eləcə yenə 11. Qutardı getdi. Bu formada da olacaq. Bu ikincini aralıq formasında, yəni bu qapalı mötərizəni belə göstərəcək. -A, tutan burada bir x olsun. Bu da kiçikdir B. Yəni hər ikisində -A-nın B-ni alır. Kiçikdir, bərabərdir. Yəni hər ikisini alır. Sonra biri deməli qapalı, biri açıq olanda. Baxın, bunun üçün olanı belə göstərəsiniz. Bax. -A kiçikdir, bərabərdir x, o da kiçikdir B. Və ya bura açıq, digəri qapalı olsa, onda belə göstərəsiniz. -A kiçikdir x, kiçik bərabərdir B. Baxın, bu formada da olacaq. Gəlirəm ədədin modulu. Ədədin modulu və ya mütləq qiyməti. Ədədin modulu. Çox diqqətlə qulaq asırsınız. Mütləq, qısa yazıram, qiyməti. Mütləq qiyməti. Uşaqlar, modul ölçü, məsafə, yəni modul deyəndə ölçü, məsafə, mütləq qiymət başa düşülür. Ona görə də modulun qiyməti mənfi ədədə bərabər ola bilməz. Ya müsbət olacaq, ya da sıfıra bərabər olacaq.
Hesablama başlanğıcından A ədədinə qədər olan məsafəyə A ədədinin modulu və ya mütləq qiyməti deyilir və modula bu formada işarə edilir. Burada deməli belə hallar olacaq. 3 dənə hal olacaq. Birinci, modul böyükdür 0 olacaq. Modul böyük 0 olanda, yəni modula bərabərdir A olacaq. Modulun daxilindəki ifadənin qiyməti mənfi deyilsə, cavab yəni müsbət olur. İkinci, A 0-a bərabər olarsa. A 0-a bərabər olarsa modul deməli A bərabərdir, A 0-dırsa 0-a bərabər olacaq. Üçüncü halda isə A kiçikdir 0. Yəni modul A, onunla modul A nəyə bərabər olacaq? Mənfi A-ya. Burada uşaqlar, bu indi mənfi A dediyim var ha. Bu əslində mənfi yox. İşarənin, ifadənin əksi deməkdir. Yəni A-nın qiyməti, baxın, A-nı kiçikdir 0 verirsə, oradan həmin A-nın əksi çıxmalıdır. Nə deməkdir bu? Baxın, deyirəm ki, A bərabərdir mənfi 5 olsun, şərt verirəm. İndi deyirəm ki, modul A-nı, yəni çıxart. A-nı moduldan çıxart. Biz nə dedik? Modul, yəni bu A içərisindəki mənfidirsə, baxın, mənfi ədəddir də. Onun əksini verin çölə. Olsun, yəni əks işarəli A. Yəni içəridəkinin əksini verdim çölə. İndi mən həqiqətən bu mənfini burada saxlasam, bu A-nın yerinə qoysam bu mənfi 5-i, cavab olacaq nə? Müsbət 5. Həqiqətən moduldan deməli müsbət 5 çıxır. Yəni moduldan müsbət çıxır. Gördünüz? Baxın, buradan belə göstərdim sizə nümunə ilə. Və ya bir dənə də nümunə göstərim buna aid, tam aydın olsun. Bax, deyirəm ki, modul mənfi 4 bərabərdir. Həmin o, deməli, mənfi 4 yazıram burada. Onun əksini də qoyuram onun qarşısına. Əksi çıxmalıdır. Modulun içində mənfidirsə, o əksi çıxır. Və cavab oldu 4. Deməli, onda modulun daxilindəki ifadə mənfidirsə, cavab ifadənin əksinə bərabər olur. Baxın, modulun daxilində ifadə mənfidirsə, cavab onun əksinə bərabər olur. Daha sonra onda məsəl üçün x kiçikdir 0 olarsa, modul x-dan uşaqlar nə çıxacaq? Əks işarəsi çıxır da. Yəni x kiçikdirsə onun əksi. Yəni ifadəyə yazıram, onun qarşısına da əksini qoyuram. X kiçikdir 0 olanda. Sonra baxın belə ola bilər. Deyər m kiçikdir n olarsa, onda modul m çıxılsın n-i tapın. Yəni işarəsini təyin edin. Necə olacaq? Uşaqlar, m n-dən balacadır. M n-dan kiçikdir. Onda m-dan n çıxanda bu ifadənin içində olacaq, modulun içində olacaq mənfi. Biz də nə demişik? Əgər ifadənin içi mənfidirsə, onu birinci olduğu kimi çıxardıram. Qarşısına da mənfi işarəsini qoyuram. Onda mötərizəni atsam, mənfi m, üstə gələk n olacaq. Yerlərində dəysəm m minus m olmuş olacaq. Və ya başqa bir nümunə də göstərim buna aid. Məsəl üçün sizə deyəcək ki, modul 2 çıxılsın kökdə 5, üstə gələk 3 minus kökdə 5. İfadəsini sadələşdir. Sadələşdirək. Əvvəlcə təyin etməliyik də bu modulların için işarələri nədir? Təqribi kök almanı indi kökdə keçəcəyik. Mən sadəcə sizə buradan bəsit formada deyim ki, yəni 5 nəyin kvadratına daha yaxındır da 4-ün kvadratına. Deməli, kökdə 5-dən təqribən 2 tam neçəsə çıxacaq. Uşaqlar, 2-dən 2 tam neçəsə çıxanda cavab mənfi eləyər. Çünki 2-dən çıxıram, 2-dən böyük olan bir ədədir. Bura mənfidir. Baxın, modulun burası mənfidir. Sonra 3-dən çıxıram, yenə 2 tam neçəsə. Yəni 3 2-dən böyük olduğuna görə bu tərəfin modulu müsbətdir. İndi yazmağa davam edirəm. Birinci ifadə olduğu kimi yazıram. Mənfi olduğuna görə modulun içi onun əksini çıxartdım çölə. Üzərinə gəlirəm, digər ifadəsi olduğu kimi qalır. Bu da bərabərdir. Bu mənfi mötərizənin içərisində necə təsir edəcək? Olacaq mənfi 2 üstə gələk kök 5, üstə gələk 3 minus kök 5. Buradan kök 5'lər islah olunur. Mənfi 2'nin də üzərinə 3 gəlsən cavab edəcək müsbət 1. Gəlirəm modulun xassələrinə. Modulun xassələrinə.
Modulun xassələri uşaqlar. Birinci, modulun içərisində x vurulsun y bərabərdir. Yəni, modul daxilindəki ifadənin hasili ayrı-ayrılıqda həmin modulların hasilinə bərabər olacaq. Buna aid bir nümunə olsa, məsələn, 4 vuraq 6 bərabərdir modul 4 vuraq modul 6. Yəni, eyni ifadə alınacaq da. Burada da 24 deyəcək, burada da 24 deyəcək. İkincisi, y-də x. Yəni, bu nisbəti görürsünüz, ayrı-ayrı modulların nisbətinə bərabər olacaq. Nümunə, məsələn, olsun ki, -3-2. İndi bu mənfini istəsəz surət aid edin, istəsəz məxrəc aid edin, nə formada istəsəz. Ayrı-ayrılıqda modulların mənfisi, yəni bu formada da göstərilir. Yəni cavab eyni olacaq. Yenə 3-2 eləyəcək hər ikisində. Sonra, üçüncü, modul x bərabərdir mənfi modulda x-a. Yəni, eyni ifadədir. Yəni, bu nə deməkdir? Modulda 7 bərabərdir mənfi 7, yəni yenə modulda eyni cavabdır. İkisinin də cavabı 7 eləyəcək. Dördüncü, modulda x-dan y-i çıxıramsa, bərabər olacaq, yəni y-dən x-i çıxma. Eyni nəticə alınacaq yenə. Məsələn, modulda 8 çıxaq 2 bərabərdir. Modulda 2 çıxaq 8. Baxın, burada da cavab 6 eləyəcək. 2-dən 8 çıxsa mənfi 6 eləyəcək. Yəni, moduldan çölə çıxanda müsbət 6 eləyəcək. Axı, moduldan mənfi çölə çıxmır. Keçirik 5-ə. 5-ci nədir? X üstə gələk. Y modulda. Bu kiçik olacaq ayrı-ayrı modulların cəmindən. Baxın, nə deməkdir bu? Məsələn, mənfi 2 üstə gəlsin 5, kiçik bərabərdir. Mənfi 2 modulda. Üstə gələk modulda 5-ə. Yəni, nəticə eyni olacaq. Yəni, nəticə eyni olacaq, yox. Mənfi 2-nin üstünə 5 gələndə bura eləyəcək 3, bura mı eləyəcək 2 üstə 5, yəni 7. Görürsünüz? Yəni, bu ikinci tərəf böyük olacaq. Sonra 6-cı. Modulda x çıxılsın y böyük bərabərdir. Modul x çıxılsın modulda y. Məsələn, 3 çıxılsın 5 modulda böyükdür. Modul 3-dən çıxırsan modul 5-i. Həqiqətən 3-dən 5 çıxanda mənfi 2 moduldan çıxarsaq müsbət 2. Bu tərəfdə isə 3-dən, yəni 3 modul 3 moduldan çıxarsan 3, 5-i də çıxarsan 5, 3-dən də 5 çıxırsan mənfi 2. Baxın, 2 mənfi 2-dən böyükdür. Sonra növbətisini göstərək. Modulda, məsəl üçün yazıram, a üstü 2n bərabərdir. Məsələn, a üstü 2n-i belə yazıb, bərabər olacaq. Bu da a üstü 2n-ə. Yəni, moduldan çıxardanda müsbət bir ifadə alınacaq. Bu nə deməkdir? 3 üstü 4 bərabərdir. Yəni, 3 üstü 4-ə də eyni nəticə olacaq. Sonra, əgər buna aid bir yaxda nümunə vermişdim, a böyükdür b-dirsə, onda modul a çıxaq modul b bərabərdir ilə a çıxaq b-yə. A b-dən böyükdürsə. Yox, əgər a b-dən kiçikdirsə, onda modul a çıx modul b bərabər. Biz nə demişdik? İfadəni içi mənfidirsə, yəni a balacadır da b-dən, onda bura mənfidir. Onda buranı olduğu kimi yazırıq, qarşısına da bir dənə əks işarə qoyuruq. O da olacaq mənfi a üstə b, o da olacaq b minus a-ya. Sonra başqa sizə nə deyə bilərəm uşaqlar? Modul a üstə gələk. Modul b olarsa, nəticə deməli 0-a bərabər olarsa, yəni modul a üstə modul b bərabərdir 0 olarsa, onda bu ifadənin hər bir ayrı-ayrılıqda 0-dır deməkdir uşaqlar. Çünki 0-dan başqa bura hansı ədəd qoysaz, istir mənfi ədəd qoyun, istir müsbət. Cəm hər zaman müsbət eləyəcək, 0-dan böyük olacaq. Yəni bu modulların hər birinin 0 olması halında yalnız bu cavab 0-a bərabər olacaq. Buna aid bir dənə nümunə göstərmək istəyirəm. Topulda var bu misal. Baxın, deyəcək ki, x plus y bərabərdir 5-dir. X plus y bərabərdir 5. Və bizə deməli bir dənə tənif edəcək. X minus a üstə 3 plus y plus b
minus 13 modulda təbii ki. Deyir bu tənliyin nəticəsi 0-a bərabərdir. Ay uşaqlar, hansı müsbət ədədlə müsbət ədəd toplasam mən 0 eləyir? Heç birisi elə bir ədəd yoxdur. Ona görə deməli bu ifadələrin hər biri, baxın bu da hər biri ayrı-ayrılıqda 0-a bərabərdir. Yazıram. X çıxaq A üstə 3. Bu da 0-a bərabərdir. Y plus B çıxaq 13. Bu da 0-a bərabərdir. Daha sonra bunları sistem tənliyi kimi tərəf-tərəfə toplayıram. X plus Y çıxaq A üstə B. 3 ilə də mənfi 13-ü toplasam eləyəcək mənfi 10. Bərabərdir 0-a. Baxın, X plus Y-in uşaqlar qiymətini vermişdi də mənə. 5 gətirib bu ifadədə yerinə qoyacam. Qoysam 5 çıxılsın A üstə B minus 10 bərabərdir 0. Mən nə şərtdə yazmamışam? A minus B-ni soruşur. Deyir A minus B-ni tap. Buradan da deməli hər tərəfi mənfiyə vursam nə olacaq? A çıx B çıx 5 üstə gələk 10 bərabərdir 0-a. Onda A çıxaq B üstə gələk 5-ə, onda bərabər 0-a, A çıxaq B də deməli mənfi 5 edəcək. Sonra bunu da sizə deyim. Modulda A üstə gələk B kvadratı da uşaqlar 0-a bərabər olarsa, yenə yadınızda saxlayın. A da 0-dır, B də 0-dır. Çünki B-nin kvadratı da bir müsbət ədəddir. A da, modula da bir müsbət ədəddir və heç bir müsbət ədəd toplasa siz 0 ala bilmərsiniz. Yalnız hər birinin qiyməti özü 0 olarsa, onda 0 ala bilərsiniz cəmi. Sonra başqa da bir dənə göstərim. Modul A üstə gələk. Məsələn, B-nin kvadratı. Üstə gələ hətta kökdə C-ni də göstərirəm sizə. Kvadrat kökdür bu. İkinci dərəcədəndir. Bərabərdir 0. Yenə bu da 0 olmalıdır. Bu da 0 olmalıdır. Bu da 0 olmalıdır ki cəm 0 versin. Yəni bu nə deməkdir? Modula da bərabər 0-dır. B kvadratı da bərabərdir 0-dır. Hətta kökdə C də bərabərdir 0 olmuş olacaq. Davam edirəm. Bir də belə ola bilər ki, məsəl üçün modul A üstə gələn modul B kiçikdir 0 olarsa, baxın, kiçik bərabərdir 0 olarsa, yəni iki müsbət ədədin cəmi bəyəm 0-dan kiçik ola bilər? Yox. Amma 0-dan kiçik bərabər ola bilər. Hansı halda? Yenə A da 0 olsa, B də 0 olsa. Yəni bu tip misallarda biraz diqqətli olarsınız. Davam edək. Ədədi orta ilə. Ədədi orta. Nədir ədədi orta? Ədədi orta verilmiş ədədlərin cəminin sayına nisbətidir. Tutalım. Ədəd verib bizə A1, A2, A3 belə davam edir sonsuza qədər AN olarsa, yəni N sayda burada ədəd var. Onda ədədi orta bərabər olacaq. Həmin o ədədlərin cəmi A3 üstə AN. N dənə sayda olduğu üçün N-ə bölürük. Nümunə üzərində göstərsəm. Tutalım mənə deyəcək ki, 3, 7, 10, 16 ədədlərinin ədədi ortasını tapaq. Toplayıram. 3 üstə 7 üstə 10 üstə 16. Bölürəm nəyə? Sayına. Neçə ədəd var? 1, 2, 3, 4 dənə. Bölürəm 4-ə. O da eləyəcək. Deməli, bu cəm eləyir 36. 4-ə də bölsəm eləyir 9. Deməli, bu ədədlərin ədəd ortası 9-a bərabərdir. Sonra, həndəsi orta nədir bəs? Həndəsi orta. N sayda ədədin kök altında n-ci dərəcədən hasilidir. Nə deməkdir bu? Məsələn, ədədlər verəcək bizə. Ədəd. Olsun, məsələn, B1, B2, B3. Sonsuza da onu gedir B-in yəni. Burada n sayda uşaqlar ədəd var. Həndəsi orta mənə deyir ki, həndəsi orta. Olacaq nə? Kök altında B1 vuraq, B2 vuraq, B3 vurulsun. BN. N-dən ədəd yoxdurmu? Burada N-dən ədəd var axı. Deməli, n-ci dərəcədən kök olur. Bir dənə, məsələn, nümunə göstərsəm. Deyəcək ki, 1, 3, 9 ədədlərin həndəsi ortasını tap.
Kök altında 1 vuraq, 3 vuraq, 9. Uşaqlar neçə ədəddir? 1, 2, 3 dənə. 3-cü dərəcədən olacaq. O da eləyəcək 3-cü dərəcədən 27. 3-cü dərəcədən 27-dən də kök çıxır 3. Sonra bir də var. Ədədlərin sayının onların tərslərinin cəminə nisbətini isə uşaqlar harmonik orta deyilir. Harmonik orta nə deməkdir? Məsələn, 4 və 6. Ədədlərin harmonik ortasını deyəcək. Tap. Harmonik orta nədir? Sayının neçədəndir? 2 dənə. Onların tərslərinə nisbəti. Yəni 4-də 1, üstə gələk 6-da 1, o da olacaq 2 bölünsün. 4-də 1-in 6-da 1-in cəmi nə eləyər? 12-də deməli 5 eləyər. Yəni 2-ni bölürsən 12-də 5-ə, 2-ni vurursan 5-də 12-yə. O da eləyəcək 5-də 24. Bir də yadınızda saxlayın ki, ədədi orta böyük bərabər olur. Həndəsi ortadan. O da böyük bərabər olur harmonik ortadan. Yəni ən böyük ədəd ortadır, ən kiçik isə harmonik ortadır. Bir də koşi bərabərsizliyi var. Ədədi orta həndəsi ortadan hər zaman böyük bərabərdir. Bunu koşi formasında da belə 2 ədəd üçün belə göstərmək olar. A plus B bölü 2 böyük bərabərdir. 2 dənə ədəddən söhbət getdiyi üçün kök hətta A B-dən. Buna da deyirlər koşi bərabərsizliyi. Davam etmək istəyirəm sizlə bir də ədədlərdən deməli. Əks ədədlərdən danışaq, əks ədədlərdən. Uşaqlar, yalnız işarəsinə görə fərqlənən ədədlərə əks ədədlər deyilir. Yalnız işarəsinə görə. Məsələn, -5-in əksi nədir? -5. Və əks ədədlərin cəmi 0-a bərabərdir. Yəni, -5 ilə -5-i toplayanda nə edəcək? 0. Deməli, işarəsinə görə fərqlənir olur əks ədədlər və bunların cəmi 0-a bərabər olacaq. Hər bir ədədin yalnız bir dənə əksi var. 0-ın əksi isə özüdür. 0-ın əksi özüdür. Ədəd və ifadələrə aid bir neçə nümunə göstərim. Məsələn, 2-nin əksi -2-dir. Sonra A çıxaq B-nin əksi nə olar uşaqlar? Qarşısına bir də mənfi atarım. Olar A çıxaq B. O da bərabərdir nəyə? Mənfi A üstə B-yə. O da bərabərdir B minus A-ya. Və ya başqa bir nümunə göstərərəm. Kök adlı 3 çıxaq 1-in əksi nə olacaq? Qabağına bir dənə. Bu ədədin özüdür. Ədəd və ya ifadə. Bunun əksidir. Bu sıra. Bunun əksi nə olacaq? Qarşısına bir dənə mənfi qoyaram. Kökdə 3 çıxılsın 1. O da eləyəcək. Mənfi kökdə 3 üstə gələk 1. O da 1 minus kökdə 3 edəcək. Bir də sizə belə bir nümunə də göstərim. Baxın, belə çoxlu mənfilərdir deməli. Mənfi 3 olsun. Burada da bağlanır. Bərabərdir. Əgər burada mənfi işarələrin sayı tək saydadırsa, onda cavab mənfi olacaq. Mənfi işarələrin sayı, məsəl üçün deyəcəkdə mənfi işarələrin sayı məsələn 25 dənədir, 35 dənədir. Cavab onda mənfi olacaq. Əgər mənfi işarələrin sayı tək sayda olanda mənfi olacaq, cüt sayda olanda isə müsbət 3 olmuş olacaq. Bəs yaxşı, ədədin tərsi nədir? Ədədin tərsi. Uşaqlar, ədədin tərsi hasili 1-ə, özdə yalnız müsbət 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Məsələn, 2-nin tərsi nədir? 2-də 1. Sonra 3-ün tərsi nədir? 3-də 1. Həqiqətən bunların hasilinə baxın. 2-lər gedir, qalır 1. Özə müsbət 1. 3-lər gedir, qalır 1. Yəni, hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Və ya 0 tam dövrdə 3-ün tərsi nə olar uşaqlar? Bunu çevirərəm, olar 9-da 3, hətta ixtisar edərəm 3-də 1. Bunun tərsi nə olacaq? 1-də 3. Bax, bu özüdür. Bu da tərsi. Sonra mənfi 3-də 2-nin tərsi nə olacaq? İşarə qalmalı da mütləq. Tərs olacaq mənfi 2-də 3. Həqiqətən də hasilin görsəz, vursaz bir-birinə görəcəksiniz. 3-lər də gedəcək, 2-lər də gedəcək. Mənfi ilə mənfiyə vuranda cavab edəcək müsbət 1. Sonra məsələn A hərfinin, yəni A hərfi ifadədə bunun tərsi nədir? A-da 1. Sonra bəs A plus B-nin tərsi nə olacaq? Aydın məsələdir. Tərsi odur ki, məxrəcə qoysun da A plus B. Sonra x çıxaq y-in tərsi nə olacaq? 1 bölünsün, x çıxılsın y. Uşaqlar,
Birin tərsi özüdür. Baxın, birin tərsi 1-dir. Sıfırın tərsi yoxdur. Sıfırın tərsi yoxdur. Gəlirəm ən vacib yerlərdən biri tam və kəsir hissə. Çox diqqətlə qulaq asırsınız. Ədədin tam və kəsir hissəsi. A ədədindən kiçik. Deməli, A ədədindən kiçik və ya ona bərabər olan ən böyük tam ədədə A-nın tam hissəsi deyilir. Məsələn, 4,7. A olsun, bir dənə 4,7 deməli, onluq kəsirim. Bu ədədin tam hissəsini tapaq. Bax, qayda bizə deyir ki, A-dan kiçik. A-dan kiçik ədədlər nədir? A-dan kiçik ədədlər. 4, 3, 2, 1. Bax, gedir də belə, düzdür? A-dan kiçik olan tam ədədləri yazdıq. Və qayda bizə deyir ki, olan ən böyük, yəni bunların içində ən böyük seçirsən. Bunların içində ən böyük nədir? 4. Deməli, 4,7-nin tam hissəsi 4-ə bərabər olacaq. Bu belə. Bəs mənfilərdə necə olsun? Bir dənə də A-nı verim. Məsələn, mənfi 2,6. Mən mənfi 2,6-dan deməli, kiçik tam ədədləri yazıram. Mənfi 3, mənfi 4, mənfi 5. Bax, bunların içərisində kiçikləri yazdım, düzdür? Və bu kiçiklərin içində özünün ən böyük olan hansıdır? Mənfi 3. Deməli, mənfi 2,6 kəsirinin tam hissəsi mənfi 3-dür. Uşaqlar, tam hissə qapalı mötərizənin, yəni bu parça ilə göstərilir. Tam hissə. Tam hissə bu cür işarə olunur. A ədədinin tam hissəsi deyəndə, yəni baxın belə göstərəcəksiniz. Bu formada yazılır. Uşaqlar, A ədədinin kəsir hissəsi A ədədindən onun tam hissəsini çıxmaqla tapılır. Nə deməkdir bu? Mənim ədədim bayaq nə idi? 4,7. Düzdür? Tam hissəmi nə tapmışdım? 4. 4,7-dən 4 çıxanda nə edir? 0,7. Baxın, bu 0,7 mənim olur kəsir hissəm. Kəsir hissəm. Sonra mənfi 2,6 idi də bayaq A ədədim. Düzdür? Mənfi 2,6. Çıxıram onun tam hissəsini. Yəni mənfi 3-ü. Bu da nə edir? Mənfi 2,6 plus 3. O da eləyəcək 0,4 müsbət. Yadınızda saxlayın. Kəsir hissə heç bir zaman mənfi qiymət ala bilməz. Yəni, kəsir hissə 0 ilə, buradan yazıram, kəsir hissə kiçikdir 1 aralığında yerləşir. Yəni, 0 ilə 1 aralığında yerləşir, 0 ala bilər, 1 ala bilməz. Kəsir hissə 1 ala bilməz. Kəsir hissə uşaqlar, bu belə fiqurlu mötərizə ilə göstərilir. Yəni, A ədədinin kəsir hissəsi bu cür göstərilir və bu daxildir dedim nəyə? 0, 1 aralığına. Belə, sonra düzgün kəsirlərin hamısı kəsir hissə deməkdir. Məsələn, düzgün kəsir nə idi? Sürəti məxrəcindən kiçik olan kəsirlərdə, düzdür? Sürət və məxrəc natural ədəd olmalı idi, yadınızda qalsın. Məsələn, 8-də 5 düzgün kəsir idi. Və düzgün kəsirlər hər zaman kəsir hissədir və bunların tam hissəsi 0-a bərabər olur. Və bunu kəsir hissə kimi də belə göstərə bilərəm də. Belə, kəsir hissə kimi. Ədəd, yadınızda saxlayın, ədəd tam hissə ilə kəsir hissənin cəminə bərabərdir. Məsələn, A ədədi tam hissə ilə kəsir hissənin cəminə bərabərdir. Tutalım 7,8 ədədi 7 tamı ilə 0,8 kəsir hissənin cəminə bərabər olacaq. Sonra ədədin özü, məsələn A ədədi, bu aralıqda yerləşir uşaqlar. Tam hissə, bir də tam hissənin üzərinə 1 gəlməkdir. Baxın, bu aralıqda yerləşəcək. Bir dənə bu tam kəsir hissəyə aid bir misal vermək istəyirəm. Məsəl üçün, deyəcək ki, kökdə 28 çıxılsın 8 ədədinin kəsir hissəsini tapın. Kəsir hissəsini tapaq. Kəsir hissə tapmaqdan ötürü əvvəlcə mənə nə lazımdır? Tam hissə. Çünki ədəddən tamı çıxmalıyam ki, kəsir qalsın da, düzdür? Tam hissəni axtarıram.
Tam hissəni axtarmaqdan ötürü əvvəlcə mən bilməliyəm ki, bu 28-dən təqribən kök neçə çıxır? 28 nəyin kvadratına yaxındır? 5-in kvadratı, yəni 25-ə yaxındır da. Deməli 28 5 tam neçəsə deməkdir. Məsəl üçün də atıram özümə 5,1. Mənə lazım deyil onun təqribi hissəsi neçədir? 5,1. Bundan çıxıram 8. Bu 5,1-dən 8 çıxanda nə eləyəcək? Təqribən -2,8. Gətirirəm o kök 28-in yerinə, deməli qoydum 5,1, çıxdım ondan 8, mənim aldım təqribi qiyməti -2,8, düzdür? İndi bunun, baxın bu yazdığımın tam hissəsi nəyə bərabərdir? Tam hissəsi. Biz nə demişdik? Demişdik ki, -2,8-dən kiçik olan tam ədədləri yazaq. Nə var? -3, -4, -5 və s. belə gedir. Bunların içərisində ən böyük olan hansıdır? -3. Deməli, -2,8-in tam hissəsi, yəni ümumiyyətlə bu ədədin tam hissəsi -3-ə bərabərdir. Biz indi nə edirik? Kəsr hissə axtarırıq. Bax, kəsr hissədə yazıram. 28 çıxaq 8. Bax, mən kəsr hissə axtarıram. Ədədi yazdım ora. Olur nə? Ədədin özündən, yəni kökdə 28 çıxılsın 8-dən, çıxıram onun nəyini? Tam hissəsini. Bərabər olacaq nəyə? Kökdə 28, çıxaq 8. Bu 2 dənə mənfi nə eləyəcək? Müsbət. O da eləyəcək kökdə 28 çıxılsın 5. Yəni mənim 8-in üstü üçgəndi 5 eləyir. Deməli, bu verdiyim bayaqki ifadənin, baxın bunun kəsr hissəsi kökdə 28 çıxaq 5-ə bərabərdir. Belə, son olaraq isə ədədin standart şəklindən danışıb mövzunu yekunlaşdıracağam. Ədədin standart şəkli. Ədədin standart şəkli bu formada göstərilir. R bərabərdir A vurulsun 10 üstü n şəklində ifadə olunur. Burada uşaqlar R-ə ədədin standart şəkli deyirik. Mən baş hərflərini yazıram. Ədədin standart şəkli. A-ya ədədin qiymətli hissəsi ədədin qiymətli hissəsi deyilir. Və qiymətli hissə uşaqlar 1 ilə 1 ala bilər, 10 ala bilməz. 1 ilə 10 arasındadır. Yəni 1-i ala bilər, amma 10-u ala bilməz. Aralığında yerləşir. Bu qüvvət var ha buradakını. Ona isə deyirlər ədədin tərtibi. Tərtibi. Ədədin tərtibi. Tərtib isə n daxildir, z olacaq. Yəni n tam ədəddir. Tam ədədlər ola bilər. Bir dənə nümunə göstərim. Məsələn, deyəcək ki, olsun çox rəqəmli belə bir ədəd yazıram. Yazım sonra oxuyaram. 3 ayırsam, deməli olar 26.500.000. Belə bir ədəd göstərdim. Mənə deyir ki, bu ədədi standart şəkildə göstər. Yəni bu ədəd standart deyil hal-hazırda. Biz onu standart şəkildə göstərməyə çalışırıq. Mənim standart şəkildə göstərməyim üçün öncə mənim qiymətli hissəm 1 ilə 10 arasındadır. Onda mən bunu yazaram nə? Hələ ki, belə göstərirəm. O sıfırlarını da hamısını qoyuram. Yəni 2-dən ayırıram da mənim birinci ədədim 2-dir. Yəni o bir rəqəm olmalıdır 1 ilə 10 arasında. Məsələn 26-dan sonra vergül qoya bilmərəm. Yazdım mı? Neçə rəqəm var burada vergüldən sonra? 1, 2, 3, 4, 5, 6, 7. Vuraq 10 üstü 7. Həqiqətən siz götürüb bu ədədi 10 üstü 7-yə vursaz, yəni yenidən bunu alacaqsınız. O da bərabərdir. Vergüldən sonraki sıfırların biz demişdə bir mənası yoxdur. Onda olacaq 2,65 vuraq 10 üstü 7. Deməli, mənim bayaqçı bu çox rəqəmli ədədim, hansı ki biz ona 26.500.000 demişdik, standart şəkildə belə yazılır. 2,65 vuraq 10 üstü 7. Burada tam olaraq göstərim ki, baxın qiymətli hissəm budur. 2,65 həqiqətən də 1 10 aralığında yerləşir. Orada A o standart şəkildə göstərəndə var, o qiymətli hissə. A yəni orada belə deyim də onluq kəsir də ola bilər. Önəmli olan odur ki, o 1 ilə 10 arasındadır. Yəni siz orada düşünməyin ki, həmən yalnız 2 tam olsun, yalnız 3 tam. Yox. Yəni 1 ilə 10 arasında istənilən qiymət ala bilər onluq kəsir formasında. Buradakı bu 7 isə bizim nə idi uşaqlar? Tərtibimiz.
Məsəl üçün sual verər ki, sizə qiymətli hissə ilə tərtibin hasilini tapın, cəmin tapın, fərqini tapın, nə istəsəz verə bilər də sizə. Deməli olacaq 10+7, yəni buradakı 7 də bizim tərtibimiz oldu. Belə uşaqlar, ümumi sizə qaydalardan danışdım. Burada test toplusunda olur bəzi suallar, çətinlik çəkir uşaqlara. Onu ayrıca bir video formasında çəkəcəm. Yəni içərisindən seçib. Yəni çox belə dərs uzun olmasın deyə maksimum nümunəni, yəni bu qədər göstərdim. Bunların hamısının yazılı formada PDF-i də var. Sizə də uğurlar olsun. Kanalımı bəyənib abunə olmağı unutmayın. Növbəti izahlarda görüşərik. Hələlik.